Bu şəhər özünü sənə zorla sevdirməyə çalışmır. Sadəcə bir də görürsən ki, artıq ona vurulmusan. Söhbət Malaqadan gedir. Təsəvvür et, burada ildə 300 gündən çox günəş var. Dəniz yanındadır, tarix isə sözün əsl mənasında ayağının altındadır. Şəhərin düz mərkəzdə 11-ci əsrə aid möhtəşəm bir qala, onun bir addımlığında isə qədim Roma teatrı dayanır. Bura həm də dahi Picasso'nun doğma şəhəridir. Ona görə də incəsənət burada muzeylərdə yox, elə küçələrdədir. Amma əsl ləzzət səhər qəhvə ilə yediyin xırt-xırt churrosdan başlayır. Axşam isə sahildə qayıqların üstündə qızardılan o məşhur sardina balıqlarını, yəni espetonu mütləq dadmalısan. Əgər sənə tərəsmədən sadəcə həzz alacağın bir səyahət lazımdırsa, elə indi iBilet.az-a gir. Malaqaya ən sərfəli bileti tap və çantaları yığmağa başla. En ucuz aviabiletler iBilet.az saytında. iBilet